Herkese salam. Deməli, günün əvvəlini çəkmədim sizlər üçün, yorucu olmasın deyə. Saat neçədir? Saat 20:15. İndi probkadan çıxmışam, masajların çəkilişindən evin işlərini görmüşəm, masajların çəkilişindən çıxmışam. Gəlmişəm probkaya, Sakuraya çəkmişəm. İndi bunu eləyəcəm. Pərvanə gələcək bura, gedəcək marketə, bir kişi alacaq və gedəcək Gözəlgülə. Nəysə, gerisini elə gətirərəm. Bugünkü qısa vlogumuz bundan ibarət. Deyir budur gəlir cüt bacı. İstəndirmişəm 2 saatdır Sakura'da gözlətdirirəm. Gedirik Gözəlgülə dəyməyə. Hoş geldin Efe. Gəlmirəm. Gələsi olmaz. Uçmayın hepsi olma. Sağ olun. Necəsiz? Tamam. Neyse bunları onsuz da gecikdirmişəm. Gecikdirdiyim halda bir dənə üstüne gecikdirdim ama özün yadıma saldın da düzdür mü xanım? Bəli. Hadi sen. Neyse ürəyi dözmədi. Mən qulağıma piercing sırğaları almalıydım. Pərvanəyə də paratin gətirmişdi. Bəs onu mağazindən. Var qabaqda. Belə bəxtarda var. Yəni buradan alacaqdıq. Normalda bura bağlıdır. Ana aşkım, burada mən görməmişəm axı. Kosmetika yazır. Aksesuar kosmetika. Ay Allah. Belə bəxt kimdə var? Neysə. Gedək qalıq qulaq aksesuarlardan Allah taxaqdan ağır. Orada qəşənglərindən var burada. Hər gidiyorsun ha? Hər gün bura gələn mən tanımayanla mən. Hər gün. Neyse. Qəşəng tufan var, qəşəng külək var. Xalidə bacımız oturdu maşında gəlməyib. Bir yerdən əziyyət eləmədi. Pərvanə başımızdan əmcək kimi mən. Pərvanə gün nə yaxşı var orada. Bir masaj edeyim. Baba masaj edeyim. Masaj edeyim. Gələ bacı. Bizə şey lazım deyil. Nə lazımdır? Səbət. Səbət. Bilmiyorum, sən bucağın ən bucağın. Arabada. Bir səbət oradan tapmışdım. Bu değil, boş dolu ama. Səbəti nə edirsən? Aşkım ben böyle şey asılları israfsızlık eləmirik. Bundan ne kadar aşkım? Kadın ben söyleyeyim yok değil. Allah haqqı. Ben varam markete girəndə son bir onda ayıram ki son qəpiyimi qoydum çıxdım. Hey Allah haqqı. Bir anda sen yanında. Belə gedirəm heç lazımlı bir şey deyil əslində amma həvəsi alırım. Yox, ora. Gönderdi. Ne bileyim nədir? Neyse. Mən də göstərəcəm bana. Gel. Sen de böyle göster. Aşkım gel bura. Bak. Bacı kurban. Gel. Ay tola bir an tanıyorsun. O iyi gelmişim. Yok biraz keşf eləmişim. Ha. Şey yazmaya gidelim geldim. Evet, Aşkım misal için götürək. Ele götürək ki göze bakacak orada. Onu da götürmedi. Hadi böyle. Hadi böyle üstü. Sen hadi böyle ay Allah Hadi sana. böyle. İşten çıkıp gelmişim. Acından ölürüm. Yani markette bir gün ne görsem yemek isterim ben. Görürsen gözler bize yemeği vereceğim altından. Atmadan indi. Bir de bananla ben olacak. Şimdi nereye götüreyim? Bir yere götüreyim. Şimdi nereye yiyeyim? Güzel buradan bakarsan bile çok üzdü konaklar. Ne ara? Gözleri burada güzel atın bakın. Ev darlığı var. Allah hakkı. Yani qadınlar en özel. Özümde olmayıp başkalarını dolaşıyordum. Ben bütöy yani marketli değilim de. Raskoda. Yok da. Ben söyleyeyim yok. Onun adım adres koymuşsan. Ha. Ben söyleyeyim yoktu. Söylüyor olmuyor. Adımı kontaktları yazıp sağ olsun. Allah kömək olsun. Neyse. Bazı yoktu. Gedirik hara. Gözəlgülə. Görüşürüz. Sərəniş olsun ay. Elə bir kağıdla yiyirəm. Elə bir şey gelmiş xəstə yanına. Xəstə yanına gəlmiş. Abisi deyiləm ki, gedəm yiyirəm. Bildim ki, Oy. mən istəsəm yemək verməyəcək. Ona görə başım çarə. Nuş olsun. Yaxşı. Çıx. Gəl. Gəl, çıx. Gəldik Gözəlgilə. Ay tamaşaçılar öz də. Aha. Çıxsın da içsin. Gəl day. Hə. Neyir Say xanım? Sizi gözləyirəm. Gəldik. Gəlin. Maşının açarını itirib. Ay Allah. Sən də gör bizi qəbul edir, yoxsa yox? Sərdən də xan. Düz gəlmiş bir dəqiq. Atmamış. Allah. Bəxtən saçım tumarı düzəldi, demə belə iyi. Saçını verəm şunu. Ona görə elə bağlandı.
Az yox, bir danışmışdım görüntülü paltar xəstə canım. Sən gəlin, hamı da telefon. Açmadı da yox. Zəng elədim. Uşaqlar qaldı qapıda. Uşaqlardan getdim, məndən danışdım. Əsas o gəldi. Məndən söylədim. Neyse oldu. Əsas o gəldi. Zorlardan çıxmışım, mən gəlmişdim gözəl. Ama gəldim. Açmır, WhatsApp. Xəyriyə yox, xəyriyə. Yox, düz gəlmişik, gəlməyini Wi-Fi işləyir. Xəyriyə yox, da düz deyil. Gözə namaz qılırsan, gözə. Hələ sana da qaçıqlar. Aşağıcılıqdan namaz. Bu arada giymişim, eşik bölüm. Azı xan, elindən bir neçə arıqlam sən aldın. Ali, xanım qapını aça bilərsiniz. Deyək ki, evdə yox. Yaxşı, canım. Eşitmirlər ki, yəni. Xəyal öz açır qapını. Ah, gözəl yoxdur. Xəyal açırsa gözəl yoxdur. Qoy gəlsin. Azını unutub, amma biz ikimiz demişdik ki, ikinci gün gələcək. Gəl, mən onu aldım. Zəng eləmişik də telefona baxasın bəlkə. Bir də nə var ki Neyse burada? arkadaşlar ne var ne yok. Herkese sağlam. Neyse sen kim çekiyorsun? Xəyərə də ki, xəyər sənə çox qəşəng sözlər yazır. Xəyərə? Hə, tamam, istəmir. Arkadaş, hələ hazır deyil. Çox qəşəng oldu. Çox qəşəng. Gəlin. Buna qədər dostlaşırlar. Başda bir bu qədər merak ediyorum. Başqa yox. Aliş kokku hani? Gözümü yumdum. Aliş hanı? Aliş kokku. Aliş hanı? Buralardan aldı, buralardan aldı. Akşamdan sonra kızlar uzanmışdım yerimdeki videoları editləyirdim. Bəzi videolar vardı, onları düzəldirdim. Dedim, olsa tezdənlər mən də bu adi halda qaça-qaçda oluram. Yandan evin nəsə işlərindən eləyirəm, yemək hazırlayıram, makyaj eləyirəm falan, nəsə çəkilişlərimi qaçıram. Çatdırıb sizə vlogu hazırlaya bilmirəm. Onun üçün demişəm ki, yuxuma haram qatacam. Videonu hazırlayıb yatacam. Uzanmışdım, yadıma düşdü ki, sağollaşmamışam, videonu tamamlamamışam, neyinirsən. Təzdən dördüm, işığı yandırdım. Dedim ki, sizlərlə sağollaşın, videonu tamamlayım. İnşallah maraqlı videolar gələcək. Siz dəstək olun. Əvvəllər videonun, vloqların baxışı daha çox gəlirdi. İndi hiss edirəm azalır. Niyə bilmirəm. Ona görə də mən də həvəslə düşürəm. Siz belə qəşəng saxlayın, baxışlar qəşəng gəlsin, kommentlər çox gəlsin. Belə olsun. Mən də şey çəkim sizlər üçün. Bu arada sual-cavab da yadımdadır. İnanın çatdıra bilmirəm. Onu videonu qoymalıyam kənara. Sırf mesajlara baxmalıyam, bir cavablandırmalıyam. Amma onu da eləyəcəm. Orada yazmışsınız zaten bütün sualların hamısını. Onu da eləyəcəm deyim. Biləsiniz. Gecəniz xeyrə, hələlik.